Deməli, etdik. Deməli, potensialın kinetik düsturlarını dedin, düzdür? Tam enerjini gəl yazaq. Tam enerji onda nə olur? Bu dəfə mv kvadrat bölü 2 üstəgəl kx kvadrat bölü 2. Ümumini yazaq. Aha, ümumi. Y kinetik üstəgəl Y potensial. Ay sağ ol. Və ümumi düsturu yazandan sonra bir dəfə kinetikin hər bir düsturu ilə, yəni ayrı-ayrılıqda bir dəfə bunun bax belə atıb altda toplaya bilərik də. Sonra bir dəfə bunların cəmi, bir dəfə bunların cəmi, bir dəfə bundan, məsəl üçün bunu götürə bilərsən, cəmləyə bilərsən. Bir dəfə bundan bunu cəmləyə bilərsən. Bir dəfə nə bilim bundan bunu cəmləyə bilərsən. Yəni hamısını bir-biri ilə belə deyək də tam enerji hər ikisinin cəmidir. Bir dəfə kinetikin düsturlarını yerinə qoyub, potensialın düsturlarını yerinə qoymaqla bunları toplasaq bizə verəcək tam enerjini. Amma bir də demişdik ki, tam enerji yalnız birinin qiymətini verəndə nəyə bərabər edir Nuray? Onun maksimalına. Silək. Bunu keçən dəfə demişdik. Bunları sileyim. Danışaq. Deməli, həmçinin demişdik ki, tam enerji birinin qiymətinə bərabər olanda, yəni maksimal kinetikin və ya potensialı maksimal qiymətlərinə yaza bilərik. Onda tam enerjini mən yaza bilərəm. Y kinetik maksimum. MV maksimum kvadrat bölü 2. Bəli. Bərabərdir. P maksimum kvadrat bölü 2. Ha, sonra Bu birsə də hər ikisini. ikisi də olur da, ikisi də. Və yaxud da digər potensialın maksimalları ilə yazsam. Kx maksimum kvadrat bölü 2. Bəli. Deməli, kütlə ilə biz k-ya qoymuruq da maksimum, yəni onlar. Maksimal. Maksimum kvadrat bölü 2 k. Sonra f maksimum x maksimum bölü 2. Bu da oldu tam enerji. Təbii ki, buradan kinetiki və yaxud da potensialı tapsaq, məsələn, kinetik nəyə bərabərdir buradan? Y tam çıxılsın Y potensial. Ay sağ ol. Tamdan potensialı çıxarıq da. Tam çıxılsın potensial. Və yaxud da potensial nəyə bərabərdir? Tam çıxılsın kinetik. Tam çıxılsın kinetik. Yəni bunların testləri də asan, belə deyim də, bir su içimində gedəcək. Özün görəcəksən. Testləri çox rahatdır. Yəni burada məsəl üçün görsən ki, tam yox, məsələn maksimal qiymətlər yazılıb, bilginən ki, o maksimal qiymətlərdir. İstəyirsən bilgisinə baxaq. Bax burada. Elə burada. Bax burada görsən maksimal yoxdur. Deməli bunlar ani qiymətlərdir. Ani qiymətlərin cəmi bizə nə verəcək? Bu kimin düsturudur? F kvadrat bölü 2k. Potensial. Bəli, bu bizə potensialı verir. Bu kimi verir bizə? O da kinetika verir. Cəmi nəyi verir bizə? Tam enerji. Tam enerjini. Evet. Sonra bax burada da bunlar hamısı. Bəs yaxşı bu? Bu nəyi verəcək bizə? Burada potensial çıxırsa kinetika verəcək. Maksimaldırsa bu nədir? Ümumi əvvəlcədən deyirəm. O potensialın maksimumu verəcək, tam enerjini. Tamı verəcək də, yəni belə deyirik. Deyirik ki, bu tamdır. Maksimalla gördün ha. Maksimallarla gördünsə bu nədir bizdə? Tam. Ay sağ ol. Tamdan da bu kimdir? Fx bölü 2. Potensial. Tamdan da potensial çıxan da nə verir? Kinetik. Kinetiki. Belə yazırsan. Yenə buna baxanda dahi potensial yadıma salma. Maksimal gördünsə avtomatik tamdır. Potensialın maksimumudur, kinetikin maksimumudur. Bizə maraqlı deyil. Bizə maraqlı olan maksimal qiymətdirsə bu tama bərabərdir. Tamdan da bu kimdir? O da kinetikdir. Kinetikdir. Kinetikin ani qiymətidir. Deməli bu bizə verəcək. Tamdan kinetiki çıxanda bu bizə nəyi verəcək? Potensialın ani qiymətini. Burada da görəcəksən potensial enerjinin nəyini? Ani qiymətini. Yəni bu bizə verir ani qiymət. Bu da istədincə eləyəcəksən. Məsələn, deyir ki, məsələn, periodun amplituddan asılı. Yox, sabitdir. Asılı deyil. M-dən X M-dəndir. Bu da burada yazdım, yuxarıda. Yəni göstərim sənə. Həm yaylı rəqqasda şeydə deyil, asılı deyil, riyazidə. Rəqs periodu və tezliyi M-dən X M-dən asılı deyil. Xeyr. Heç birində, hə? Bəli. Xeyr. Yox, kütlədən bu birisi asılıdır, yaylı asılıdır. Var onda düsturda. Yaylının düsturunda kütlədə var axı, kütlənin düsturunda. Bir də ki, yaylı rəqqas
təcildən, yəni yuxarı aşağı təcilli hərəkətdə dəyişmir. Amma rəzi rəqqas dəyişir. Bəli. J plus A var axı düsturda. Bəli. Ona aid də testlər var. Və rəqqasın rəqs tezliyini hansı cihaz vasitəsilə ölçmək olar? Burada deyir ki, K məlumdursa, çünki biz düsturu necə bilirik? Düsturu deyil. Yaylı rəqqasdır bu. Periyodun və yaxud da tezliyin düsturu fərqi yoxdur da. Burada tezliyi istəyir. 1 bölünsün 2pi. Kök altda K bölüm. Cihaz vasitəsilə tezliyi müəyyən etmək olar. Tərəzi. K məlumdursa, bəli, bizə biz nəyi bilməliyik? Düsturda kütləmiz yoxdur. Kütləni də tərəzi vasitəsilə ölçərəm. Sonra burada maraqlı olan suallardan bir də sənə izah eləyəcəydim o fikrimdə olan. Bu da indi də A-dan asılı deyil. Bəli. Yenə burada maksimal vəziyyətlərdə bayaqki kimi necə deyirdik? Hansı sıfırları və maksimumları? 1 və 3-də səncə hansı kəmiyyətləri maksimumdur, hansı sıfırdır? Kənardır da, kənardırsa təcil maksimumdur, potensial maksimumdur, qüvvə maksimumdur. Faks, hə? Və potensial maksimumdur. Deyir, hansı vəziyyətdə təcili modul sıfıra bərabərdir? Bunda 2-də olacaq. Bəli, 2-də. 2-də sıfırdır. Sonra eləyək. Bax, görsənə. 57-yə baxaq. Baxaq. Biz 57-də necə eləyirsən? Bir tərəfdən biz periyodun düsturunu bilirik ki, T bərabər kiçik T bölünsün N-dir. Bir tərəfdən də bu necə rəqqasdır? Yaylı rəqqasdır da. Yaylı rəqqas üçün periyodun düsturunu deyil. 2 kök altda M bölü K, bəli. Aysa, M bölü K. İndi bunları bir-birinə bərabərləşdirə bilərsən də. Yəni, 2 dənə T düsturunu. T bölü N bərabər elə buna. Yazıram, T bölü N bərabərdir 2pi yükün altında M bölünsün K. Niyə görə bərabərləşdirdim? Çünki deyir ki, birinci rəqqas sətliyi K olan, birinci rəqqasın rəqslərinin sayı N sayda olanda, həmin müddətdə ikinci rəqqas neçə rəqs edər? Onun da sətliyi neçə K-dır? 9K. Yəni 9K-nın bizdən N-ini soruşur. Neçə N-dir? Bunu da tapmaq üçün biz asılığı bilməliyik ki, NK-na necə asılıdır? İndi buradan bax ki, NK-na necə asılıdır? Biraz düşünün bir dəqiqə. N-in özünü də tapsam, tərsini çevirəndə bu da hamısını tərsini çevirirsən də, bəli. Yox, tərs olmur. Düz olur. N-lə K eyni yəni sütundadda, məxrəcdədir. Tərsinə çevirəndə bax, N bölü T bərabərdir 1 bölü 2pi kök altda K bölüm. Ay sağ ol, kök altda K bölüm. Heç mənə T maraqlı deyil, müddət eynidir, pi eynidir, M hər ikisi üçün eynidir. Mənə fərqli olan kəmiyyətlər maraqlıdır da. Fərqli hansıdır? N-i soruşur, mənə də verib K-nı. N ilə K necə asılıdır bax? Düz asılıdır. Düz asılıdır. İndi sərtliyi K olanda, özə kök altı düz asılıdır, ha? Sərtliyi K olanda N olubsa, sərtliyi 9, 3 N olacaq. Ay sağ ol, 3 N olacaq da. Kök altı düz asılıdır axı. Aslına baxırsan, bəli. Kök altı düz asılıdır, sərtliyi K olanda. İndisə 9K olanda 3 N, bəli. Mən o dediyiniz sual deyəsən tapdım, bayaq demişdiniz. Hə, de. O deyəsən, seyfi 201-də 51-dir. Amma burada bir fərq, burada da kvadrat var. Nə görüm. Seyfi 201-də. Rəziyin içindədir də, hə. Bəli. Rəzi rəqqasın. Ay sağ ol, bu deməli. Burada nə deyir? Deyir, birinci rəzi rəqqasın periodu T1-dir, ikinci rəzi rəqqasın periodu T2-dir. Uzunluğu, birinci və ikinci rəzi rəqqasların uzunluqları fərqinə, bəzən cəminə də deyil, bəzən indi burada fərqinə soruşur. Fərqinə bərabər olan rəqqasın periodu hansı ifadə ilə təyin olunur? İndi burada da təbii ki, bayaqlarım cəmi idisə, burada fərqi olduğuna görə əslində cavab A variantında kimi olacaq. Amma niyə görə elə olur? Gəl onu, niyə cəmi və yaxud da fərqi olur? Şərtini onda düz demişəm də. Bəli. Mən dediyim kimidir.
Dedim bəlkə. İndi burada cəmi ilə olanı tapsam deyərsən, elə də olar. Bayaq deyəsən mən sənə sildim də. Eyb yox. Baxaq. Nə deyir? Birinci Bir də riyazi rəqqasın periodu T1, ikinci riyazi rəqqasın periodu T2'dir. Uzunluğu birinci və ikinci riyazi rəqqasların uzunluqları fərqinə bərabər olan rəqqasın periodu hansı ifadə ilə Bəli, təyin olunur? birincinin uzunluğu L1'dir, məsəl üçün və onun periodu T1'dir. İkincinin uzunluğu L2'dir, bunun periodu T2'dir. Elə bir riyazi rəqqas da var ki, onun uzunluğu bunların fərqidir. Bu zaman deyir periodu tap. Aydındır. Yaz tapaq. Deməli biz bilirik ki, uzunluğu L1 olanda periodu T1-dirsə, bunu düsturla ifadə elə. Necə? Düsturla. T bərabərdir 2pi kök altda L bölü K. L1 bölü J, J ilə. J riyazi rəqqas. Dur bugün keçmişik, çaşırsam. Aha. İkinci üçün yazsam 2pi L2 bölü J. Nice. İndi mən bunu L1 çıx L2 üçün periodu yazsam, onda necə yazaram? Pi kökün altında L1 çıx L2. Elə yazaram da. Yox. Niyə elə Düzdür. Uzunluqların yerinə bunu qoyuram da. Elə bil ki, elə bir riyazi rəqqas da var ki. Bəli, başa düşdüm. Çünki ümumi düstur kipi kök altda L bölü J-dir. Birinci üçün yazanda Nuray, uzunluğun yerinə L1 qoyuram. İkinci üçün yazanda L2 qoyuram. Elə bir riyazi rəqqas da var ki, onun uzunluğu L-in yerinə bunların fərqini qoyuram da L1 çıx L2. Bəli, bəli. Bunu indi T-ni bu T1 və T2 ilə ifadə eləməyimizi istəyir. Bəli. T-ni T1 və T2 ilə ifadə eləmək üçün mən buradan L1-i, L2-ni tapım gətirim burada qoyum ki, T1 və T2 alınsın da burada. Düzdürmü? İfadə edeyim. Gəl indi onu eləyək. O düstur oradan gəlir, yəni. Bunun əsl yolu budur. Gəl indi bunu kvadratlara yüksəldək. Sən burada mənim üçün L1-i tap. Buyur. T1'in kvadratı bərabərdir 4pi kvadrat L1 bölü J. Əla. T2'nin də kvadratı bərabərdir 4pi kvadrat L2 bölü J. Buradan da elə bil L1'i tapsaq, Buradan sən mənim üçün L1-i tap. T1 kvadrat J bölünsün 4pi kvadrat. Ay, sağ ol. 11'sindən də L2 bərabərdir T2 kvadrat J bölü 4pi kvadrat. Ay, sağ ol. Aferin. İndi Nuraycığım, gəl burada qoyaq. Və istəyirsənsə biz bunu da kvadratlara yüksəldək. Elə qoyaq ya da heç kvadratlara yüksəltməyə ehtiyac yoxdur, çıxacaq da. Gəl qoyaq. T bərabərdir. Gətirək burada L1-in yerinə, L2-in yerinə bunları aldıqlarımızı bax bu L1-in yerinə bunu qoyaq, hə? Bəli. L2-in yerinə bunu. Amma məxrəclər eynidir, sürətləri çıxacaq bir dənə. 2pi kök altda 4pi kvadratında. Bəli. Hə, çıx. 4pi kvadratında T1 kvadrat J çıx T2 kvadrat J bölünsün J. Burada kvadrat yazmamışam, hə. 4pi kvadratında nə dedin? T1 kvadrat J çıxılsın T2 kvadrat J. Ay, sağ ol. Bölünsün J. İndi elə bunu buratsam olar da. Bəli, bəli. Hə, indi buyur. J-ni ortaq vuruq çıxartsaq, onsuz da gedəcək onlar. Bəli, ay, sağ ol. J-lər ortaq vuruq kimi çıxır, gedir. 4pi-ni yenə kvadratı yazmamışam, bax görsən, sən də demirsən. Hə. Davay. 4pi kvadratını biz çıxarda bilərik də çölə, düzdürmü? 1 bölü 2pi kimi çıxacaq. Məxrəcdədir. Ay, sağ ol. 2pi qalır. Bunu da 1 bölü 2pi kimi çıxarsam məxrəcə. Nə qaldı içəridə? Sən də yazın. T1 kvadrat çıx T2 kvadrat. Ay. Onsuz da bunlar da getdi, cavab T1 kvadrat. Deməli biz aldıq ki, period, yəni bu elə bir riyazi rəqqas var ki, uzunluğu həmin bu birinci və ikinci riyazi rəqqasın uzunluqları fərqinə bərabər olan riyazi rəqqasın periodu nədir? Yəni o həmin birinci, ikinci riyazi rəqqasın periodlarından ifadə eləsək, yəni T1 və T2 ilə T1 kvadratı çıx, T2 kvadrat olacaq. Cəmi ilə də ifadə eləsən, yenə də eyni şey alınacaq. Prosta fərqin yerinə burada
Cəm yazılacaq. Bəli, bəli. Aydın oldu, maraqlı məsələdir, yox? Bəli, bəli, mənə də xoşum gəldi. Harda ki riyazi hissələr var, xoşum gəlir o. Bəli. Hə? Yaxşı. Sonra bunu demişdim ki, sənə deyəcəm. Başqa nə deyəcəm? 59-da maraqlıdır. Bunun periodu ilə bunun periodun bərabər olduğuna görə bərabərləşdirirsən, oradan kanı tapacaqsan. Bəli, biri riyazi rəqqası, biri yaylı rəqqası. Bəli, 2pi kök altda L böləcəyini bərabərləyirsən 2pi kök altda M böl K-ya. Bəli. Buradan 2pi'lər gedir, L böləcəklər də kök altından hər tərəf çıxır. Kvadrat yüksəldə bilərsən də hər tərəf. Olur belə. L böləcək bərabər olur M böl K-ya. Amma burada M olaraq hansının kütləsini qoyacaqsan, Nuray? Amma M olanda hansını da bilən fikirləşim görüm hansında var idi M. Bu yaylı rəqqasda. Bəli, yaylıdır. Ay sağ ol. Bunu nəzərə alınır, bunu qoymayacaqsan. Görsən çaşdırmaq üçün verim. Bəli. Bu deyəsən imtahana da düşmüşlər bu sual mənə bu il. Səhv eləmirəmsə var idi. Belə suallar olur. Yəni biz nə etməliyik? Şərti biləndən sonra, şərti yəni başa düşəndən sonra daha doğrusu, deyir rəqslərin periodu bərabər. Şərti başa düşəndən sonra və düsturları da biləndən sonra nə var ki? Bizim uşaqlar şərti oxuyur. Nə demək istədiyi orada çatmır ki, rəqslərin periodu bərabərdir. Nə etməliyəm? Nə etməlisən? Periodları bərabərləşdirməlisən də. Yaylı rəqqasın rəqs periodunu bilirsən. Riyazi rəqqasın rəqs periodunu bilirsən. Salam da bərabərləşdir də. Nə var orada? Düzdür?